Herkese salam, C++ seriyasının ikinci bölümüne xoş gəlmisiniz. Gəlin tapşırığımıza yenə baxaq. B tapşırığı. İstifadəçinin 3 ədəd daxil etməsini istəyir və bunların ədəd ortasını tapır. İlk öncə hamımıza tanış olan başda da yazaq. Int main və burada 4 dənə dəyişənimiz olacaq. Dəyişənləri double-la yazırıq. Məsəl üçün A virgül B virgül C dəyişənlərimiz. Deyə bilərsiniz, niyə double funksiyasından istifadə elədik? Çünki biz əgər int funksiyasından istifadə eləsəydik, sadəcə tam ədədləri götürə bilərdik, amma double funksiyasından kəsr ədədlər, həm də tam ədədlər daxil edə bilərik. Daha sonra burada biz bunların hamısını, yəni daha doğrusu 3 ədəd daxil etməli olduğumuz üçün cout 3 ədəd daxil edin yazaq. Daha sonra isə 3 ədəd daxil edəndən sonra biz burada artıq bunların C-ni eləməliyik. 3 ədəd daxil etməliyik C-ni. Məsəl üçün A B C. Tamam. Burası tamam. Biraz qarışıq yazdım. Daxil etdikdən sonra ədədlərimizin hamısını ədədi orta adında bir dəyişən yaradaq. Məsəl üçün olsun double orta. Deyə bilərsiniz, bəs buranı başa düşdüm, double yazmışam. Buraya niyə double yazdın? Laf olsun bu double-ın əvəzinə int. Məsəl üçün deyirəm, ədədlər 5, 6, 7. Topladıq cəmi neçə edir? 11, 18. Bu 3-ə bölürük 6, amma 3 üstə gəl 2, üstə gəl 5. Oldu cəmi 10. Onu da 3-ə böləndə 3,3 dövrü kəsir alınır axı. Ona görə bunun cavabı yenə double-lanır. Ona görə double funksiyası istifadə etmək daha doğrudur. Ədədi orta bərabərdir mötərizə daxilində A üstə gəlinsin B üstə gəlinsin C. Mötərizə xaricində bölünsün 3,0. Bu double olduğu üçün double uyğun yazmaq. Yoxsa 3 yazsaq kodda səhvlik olacaq. Nöqtə virgül və cout ədədi orta yenə ədədi orta dəyişənini bu dəfə və növbəti sətrə keçməsi üçün endline funksiyası. Daha sonra nöqtə return 0. Gəlin kodumuzu run edək. 3 ədəd daxil edin. 4,6. Daha sonra 6,7 və 1,2. Ədəd orta belə bir şey aldı. İndi gəlin bunu yoxlayaq. Deyə bilərsiniz, məsəl üçün, ondan əvvəl bir dənə şey yoxlayaq. Gəlin, məsəl üçün olsun, tam ədəd daxil etmək istəyirik. 3,0 əvəzinə yazırıq 3. Sonra 4,5, sonra 1. Gördüyünüzsə yenə doğru verdi. Amma biz, baxın, burada tam ədəd yaza bilərik. Amma gəlin, burada tam ədəd yazmayaq. Tam ədəd yazaq, double formada yazmayaq. Məsəl üçün 4,5, 6,7, 8,9. Ədəd orta yenə 6,7. Gördüyünüz kimi bunların hamısını dəyişdirsəz fərq eləmir. Yəni bu sizi çaşdırmasın. Bundan əvvəlki cəhdə mənə də çaşdırdı, amma sizi çaşdırmasın, eyni şeydir. Amma hər ehtimal daha dəqiq olması üçün bunları uyğunluqla düz yazmaq daha məntiqli olar. İndi gəlin bir anda hesablamasına doğruluq olsun deyə yoxlayaq. 3 ədəd ədədi orta 3,4. Yəni kalkulyatordan baxaq.
3.4, 1.2, 3.4, 5.6, 1.2 üstəgəl 3.4 üstəgəl 5.6 bərabərdir 10.2 və o da bölünsün 3.4 və burada cavab 3.4-dür. Gördüyünüz kimi kodun cavabı doğru alındı. Ona görə bu kodun da məntiqi və nəticəsi doğrudur. Yəni kodda heç bir problem yoxdur. Kod tamamilə doğru bir şəkildə çalışır. Narahat olmağa ehtiyac yoxdur. Əgər videonu bəyəndisə, abunə olmağı, like atmağı unutmayın. 3-cü bölümdə görüşənədək.